orada insülin direnci doğacaq, hormonlar da orada düz işləmir. Yəni bu baxanda bilinir də. Bunun üzərində işləmək lazımdır ki, biraz otursun yerinə, davlenyası təzyiqi otursun, insülin direnci azalsın. Yəni bunun üzərində işləmək lazımdır. Ümumiyyətlə hər bir xanım, böyük çəkidə olan problemli xanım xəstə sayılır da. O mənada yox, xəstəsən. Yox. Yəni biz də həkim kimiyik, məşqçilər. Amma bizdə başqa cür iş gedir də. Biz gərək həm psixoloji başa salmalısan ki, düzgün yesin. Başa salmalısan bu necə olacaq. Yəni insanı aparmaq lazımdır da. Yəni bu yolu aparmaq lazımdır. Siz təsvir edirsiniz o boydana çəkidə insan. Siz indi bunu aparmalısınız. Yəni bunu başa salmaq lazımdır ki, nə səhvdir, nə düzdür. O prosesi gedə-gedə insan onda arıqlayır. Amma belə 5 dənə alma, 3 dənə